İcma layihələri öz fəaliyyətlərini daha geniş auditoriyaya necə çatdıra bilərlər? Bunun üçün birinci olaraq icma üzvləri təşəbbüskar olmalıdır. Əgər onlar öz layihələri barədə insanlara sosial media hesablarında məlumat verməsələr, digər qurum və şəxslər də buna maraqlı olacaq. Bir çox yeni trendlərdən istifadə edə bilərlər, müxtəlif kontent növlərindən istifadə edirlər. Onun üçün araşdırma yetərli olar, yəni istədikləri formatda tapa bilərlər. Daha sonra isə öz icmaları ilə bağlı, cəmiyyətə verdikləri töhfələrlə bağlı dəyərli məqamları, vacib məqamları tapıb təqdimat formasında media qurumlarına müraciət edə bilərlər ki, daha geniş şəkildə kommunikasiya edə bilsinlər. Sosial media və PR-da resursu az olan təşkilatlar nəyə fokuslanmalıdır? Sosial medianın istifadəsinə fokuslanıb daha təbii, daha içdən kontentlər hazırlaya bilərlər. Biz bunun da şahidi oluruq ki, bir çox iri büdcəsi, geniş büdcəsi olan qurumlar əslində daha az baxırlar. Çünki insanlara əslində səmimiyyət, təbii kontent lazımdır, nəinki bəzi hallarda onun keyfiyyəti. Sosial mediada özünü düzgün təqdim etmək üçün nəyə diqqət etməlidir? Bununla bağlı hansı sahədə ixtisaslaşmaq istəyiriksə, işimiz nədən ibarətsə, onu dəqiq bilməliyik. Bu daha çox gənclərdə problem olur. Çünki insanlar özünü axtarır və müəyyən məqamlarda hansısa sahə ilə bağlı özlərini tanıdırlar, amma bir il sonra sahələrini dəyişirlər. Fəqət cəmiyyət onları əvvəlki sahədə tanıdıqları üçün və o sahədə şəxsi brendinq etdikləri üçün dəyişimi yaratmaqda çətinlik çəkirlər. Ona görə mənim tövsiyəm bu olardı ki, şəxsi brendinqdə, sosial mediada, kommunikasiyadan əvvəl birinci nə istədiklərini bilsinlər, tam əmin olsunlar ondan, daha sonra artıq PR hissəsinə keçid eləsinlər.